Salam. Bugün sizinlə bölüşmək istədiyim mövzu acil rəng kodları haqqında olacaq ki, bu acil rəng kodları müasir standartlı xəstəxanalar daxilində yerləşdirilir. Yəni, təcili kod sistemidir. Mavi kod haqqında ətraflı məlumat verəcək. İlk öncə təkrar xatırlatma olsun deyə digər kodlar haqqında məlumat verək. Ağ kod. Xəstəxana daxilində xəstələrə, onların yaxınlarına, tibb işçilərinə qarşı edilən hər hansı bir təcavüz hallarında bu bildiriş sistemindən istifadə edirlər. Çəhrayı kod, körpü uşaq itməsi zamanı və ya qaçırılması zamanı bu bildirişdən istifadə edirlər. Qırmızı kod, əgər yanğın xəbərdarlığı, yanğın varsa, bu xəbərdarlıq sistemi olaraq bu bildiriş sistemindən istifadə edirlər. Sarı kod, kimyəvi sızma və ya etkin xəstə haqqındadır. Texniki nasazlıq bildiriş sistemi vasitəsilə bildirilir. Gəlin mavi kod haqqında ətraflı məlumat alaq. Mavi kod nədir? Ümumiyyətlə, xəstəxana daxilində hər hansı bir xəstənin ürək və ya tənəffüs dayanması zamanı fövqəladə xəbərdarlıq siqnalıdır. Yəni, ilk 3-5 dəqiqə ərzində hadisə yerinə reanimasiya komandası dərhal çağırılmalıdır. Yəni, mavi kodun effektliyi nədir? Xəstəxananın öz personalıdır. Öz personalı tərəfindən həyata keçirilir. Yəni, sürətli, təsirli müdaxilə üçün mavi kod komandasının tez bir zamanda xəbər verilməsi təmin etmək üçün bu bildiriş sistemindən istifadə edilir. Mavi kodun əsas məqsədi əlbəttə ki, insan həyatını xilas etmək, lazım gələrsə ürək masajı, sinə masajına başlamaq, beyin zədələnmələrinin qarşısını almaq üçündür əsas məqsəd, ölüm riskini azaltmaq. Ümumiyyətlə, mavi kodun tətbiq edildiyi yerlər hansılardır? Palatalar ola bilər, reanimasiya şöbəsi ola bilər, əməliyyatxanalar, doğum zalı, təcili yardım şöbəsi. Necə verilir ümumiyyətlə, necə aktivləşdirilir? Xəstəxana daxilində yerləşdirilən telefon nömrələri vasitəsilə, yəni bildiriş sistemi vasitəsilə verilir. Anons daxilində mavi kod və otaq nömrəsi elan edilir. İcra mərhələləri necədir? Xəstənin şuuru, nəbzi yoxlanılır. Yəni, burada icra mərhələni ilk edən personal olmalıdır. Yəni, ilk öncə nəinki personal, bu prosesi görən, hadisəni görən, prosesin ilkin başlanğıcı kimdir? Hadisəni görən ilk şəxs, anons verən ilk şəxs. Yəni, bunu məlumatlandırmaqda məqsədimiz odur ki, nəinki tibb işçiləri, digər insanlar da bu yardımı etməyi bacarmalıdır. Əlbəttə ki, bu xəstəxana daxilində baş verərsə, mavi koddan istifadə etmək lazımdır. Yəni, sürətli belə deyək də, nəticə olması üçün bu xəbərdarlıq sistemindən istifadə etmək lazımdır. Hətta kiçik personal belə minimum təməl yaşam prinsipinə sahib olmağı bacarmalıdır ki, ilkin dəyərləndirməni apara bilsin. Yəni, xəstənin ürəyidir, tənəffüsü dayanıbsa, nəbzini yoxlamalıdır, bəbəklərin vəziyyətini bilməlidir. Yəni, kənardan dursa da ilk öncə qiymətləndirməyi bacarmalıdır. Tez bildiriş sistemi verməyi bacarmalıdır. Və hadisə yerində ilkin girişini edə bilən şəxs böyük dəstəkçidir, belə deyək də, xəstəxana komandasına. Ümumiyyətlə, bu mavi kod komandasında kimlər olur? Reanimatoloq, təcili yardım həkimi, yəni anestezioloq, tibb bacısı, texniki və ya yardımcı personal. Əlbəttə ki, bu təcili yardım arabası ilə gedirlər. Həmin hadisə yerinə təcili yardım arabasında deməli olacaq avadanlıqlar, defibrillator, laringoskop, oksigen balonu, təcili yardım dərmanları əlbəttə ki. İlkin qiymətləndirmə aparılmalıdır, şuur yoxlanmalıdır, nəfəsi qiymətləndirilməlidir. Şəkildə gördüyümüz kimi bəbəklərin vəziyyəti, nəbzin yoxlanılmalıdır. Nəbzin yoxlanılması əsas şərtlərdən biridir. Nəfəsin qiymətləndirilməsi ilkin şərtdir. Defibrillyasiya aparılmalıdır. Əgər lazım gələrsə, ürək ritmini bərpa etmək üçün şok verilməlidir. Verildiyi zaman, heç kim xəstəyə çarpayıya toxunmamalıdır deyə xəbərdarlıq etməlidir. Hamı kənara deyə xəbərdarlıq edilməlidir. Gəlin icra mərhələlərini addım-addım təkrarən bir də başlayaq. Sayaq, ilkin öncə qiymətləndirmə olmalıdır. Xəstənin şuuru və nəbzi yoxlanılmalıdır.
Daha sonra sinə masajı, süni tənəffüs verilməlidir. Lazım gələrsə ambu maskası vasitəsilə, defibrillator vasitəsilə ürəyin ritminin yoxlanılması, lazım gələrsə elektroşok verilməsi olmalıdır. Əlbəttə ki, həkimin təyin etdiyi dərman preparatlarının ardıcıl olaraq yerinə yetirilməsi lazımdır. Ümumiyyətlə, müdaxilə bitdikdən sonra bütün dərmanlar, şok sayları, onların bütün dərmanlar sənədləşdirilir, vaxtlar qeyd edilir. Nəticə isə müdaxilənin hansı nəticə verilib, verilməməsi qiymətləndirilir. Bu qədər. Mavi kod haqqında biləcəklərimi sizinlə bölüşdüm. İzlədiyiniz üçün təşəkkürlər.